Salam, hər vaxtınız xeyir olsun. Mən Həvva Zamirli. Sınaq üçün tərtib etdiyim 10 sualın izahını bu videoda təqdim edəcəm. Ədəbiyyat fənni üzrə hazırladığım suallardan birincisinin izahına keçid edək. Düzgün variantı seçin. Deməli, ahəng, ölçü, qafiyə, rədif, təkrir, nəzmin əsas əlamətləridir. Burada ahəng, ölçü, qafiyə doğrudur, amma rədif və təkrir nəzmin əsas əlaməti deyil. Olmaya da bilər, ona görə də bu səhv fikirdir. Vəzni formalaşdıran şeirdəki qafiyə, rədif və bölgüdür. Vəzni formalaşdıran misraların həcmidir. Qafiyə, rədif, bölgü deyil, bu da səhvdir. Zəngin qafiyə sözdəki əksər səslərin bir-biri ilə uyğunlaşmaması ilə yaranır. Xeyr, uyğunlaşması ilə yaranır. Bu da səhvdir. Misra beyt şəkilli şeirlərin vahididir. Misra beyt şəkilli şeirlərdə də ola bilər, bənd şəkilli şeirlərdə də ola bilər. Bu da doğru cavab deyil. Əruz vəzni yazılı ədəbiyyatımızda ən qədim vəzn hesab olunur. Bu doğrudur. Şifahi ədəbiyyatımızda ən qədim vəzn hecadır, amma yazılı ədəbiyyatımızda isə əruz vəznidir. İkinci suala baxaq. Sən mənim qəribə qismətim, payım, gecələr günəşim, gündüzlər ayım. Güneydə quzeyim, qışda yazımsan. Sən mənim həmişə əl çatmazımsan. Bəxtiyar Vahabzadənin şeirindən verilən bu nümunə ilə bağlı doğru fikri axtarırıq. İlk misrada inversiya işlənib. Xeyr, sən mübtədadır. Mənim qismətim xəbərdir. Payım da xəbərdir. Deməli, burada mübtəda və xəbərlər öz yerində işlənib, inversiya yoxdur. Zəngin qafiyəyə rast gəlinmir. Payım, ayım, yazımsan, əl çatmazımsan, bunlar zəngin qafiyədir. B də səhvdir. Son misrada kinayədən istifadə olunub. Kinayə ümumiyyətlə bu şeirdə yoxdur. Məbəd mövzulu şeirdir. Kinayə isə satirik əsərlərdə olar. Müxtəlif misallarda təzadlar var. Bu doğru fikirdir. Gecələr, gündüzlər. Güney, quzey. Daha doğrusu güneydə quzeyim, bəli, güney, quzey, qışda da yaz. Bunlar da bir-biri ilə təzad yaradır. Doğru cavab elə D variantı. Yalnız ilk misrada ellipsis işlənib. Ellipsis burada var. Qismətimsən, payımsan, xəbərli şəkilçinin ixtisarı. Yalnız orada deyil. İkincidə də var. Gecələr günəşimsən, ayımsan. Üçüncü misrada da güneydə quzeyimsən, qışda yazımsan. Deməli, 3 misrada ixtisar olunub. Ona görə də E variantı səhvdir. Demək, doğru cavabımız D variantı oldu. Üçüncü suala baxaq. Fələk ayırdı məni cövr ilə cananımdan, həzər etməzmi əcəb nalə və əfxanımdan. Deməli, Füzulinin Leyli və Məcnun poemasından Leylinin dilindən verilmiş qəzələ bu nümunədir. Yanlış fikri soruşur. Məcnunun səhrada Leyliyə rast gəlməsindən daha əvvəl deyilir. Bu doğrudur. Anasının Leyliyə nəsihətindən sonraki hissəyə aiddir. Bu da doğrudur. Leylinin həsrətinə dözə bilməyən Məcnunun ah-naləsi qəzəldə əksini tapıb. Xeyr, burada Leylinin ah-naləsi əksini tapır. Anası Leyli ilə danışır, ona məsləhət verir və məktəbdən çıxmağı tövsiyə eləyir. Belə deyək, qərar verir daha doğrusu və bu zaman anasıyla diyaloqundan sonra Qəzəl-i Leyli adlanan hissə var və bu həmin qəzəldir. Ona görə C variantı yanlış fikir olaraq seçilməlidir. Poemada Qəzəl-i Leyli başlığı altında verilən hissədir, doğru. Bu qəzəli səsləndirən obraz taleyindən şikayətlənir, bu da doğru. Leyli burada öz taleyindən şikayətlənir. Dördüncü sualda deyilir ki, Koroğlu dastanı ilə bağlı doğru fikri seçin. Aslan Paşa qıratı gətirəcəyi təqdirdə keçən həmzəyə müxtəlif vədlər verir. Aslan Paşa yox, Hasan Paşa idi bu. A variantı yanlışdır. Koroğlunun quyudan çıxdığını görən Bolu bəyin qoşunu qorxaraq meydanı boşaldır. Bu doğru fikirdir. Çünki qoşun ondan gördüyünü görmüşdü. Belə bir nümunə var, cümlə var əsərdə. Onlar çünki Çənlibeldə qarşılaşırlar. Qoşunun Koroğlu ilə ilk qarşılaşması deyildi və Koroğlunun gücünü görmüşdü. Deməli, B variantı doğru fikirdir. C-yə baxaq. Toqat səfərinə Koroğlu ilxıçı geyimində gedir. İlxıçı yox, aşıq geyimində gedir. Səhvdir. Koroğlunun ilxısını ələ keçirən obraz özünü Xotkarın qohumu kimi qələmə verir. Bu Qaraxan obrazıdır. Xotkarın yox, İran padşahının qohumu olduğunu deyir. Həmzənin qıratı gətirdiyini bilən Dona xanımın əlacı üzülür. Həmzəyə qeyd şərtsiz tabi olur. Xeyr, bu səhvdir. Çünki Dona xanım Həmzə ilə evlənməməsi üçün demək ona deyir ki, mən o vaxt səndən ailə quraram ki, sənin arvadın olaram ki, Koroğlunun özünü bura gətirəsən. Əks halda məndən sənə arvad olmaz. Ona görə Y variantı daha yanlışdır.
5-ci suala baxaq. Müsibət Fəxrəddin əsəri ilə bağlı hansı fikir doğrudur? Mahmud son nəfəsində Gülbaharın, burada Gülbahar böyük hərfdən yazılmalıdır. Gülbaharın adını çəkir, onu incitməməklərini tapşırır. Bu elə doğru fikirdir. Hürri dənə bu evdə Gülbahara görə qaldığını deyir, xeyr, Səadətə görə qaldığını deyir. Konflikt yaradan obrazlar əsərdə bir məqamda qarşılaşırlar, heç bir məqamda qarşılaşmırlar. Rüstəm bəy və Fəxrəddin heç bir məqamda üz-üzə gəlmir. Əsər 4 məclisdən ibarətdir, yanlışdır, 6 məclisdən ibarətdir. İkinci məclis Cahangir bəyin bağçasında vaqe olur. İkinci yox, üçüncü məclis Cahangir bəyin bağçasında vaqe olur. Bu da yanlış fikirdir. Cavab olur A variantı. Qurbanəli bəy əsəri ilə bağlı hansı fikir yanlışdır? Hekayədəki Gülpəri obrazına həmçinin Nurəddin əsərində rast gəlinir. Doğrudur. Demək, bu hekayədə Qurbanəli bəyin arvadının adı Gülpəridir. Nurəddinin də analığının adı Gülpəri idi. Doğru fikirdir. Qurbanəli bəy təzadlı xüsusiyyətə malik obrazdır. Bu da doğrudur. Həm yaltaqdır, həm eyni zamanda zülm edən obrazdır. Yuxarı təbəqəyə yaltaqlanır, aşağı təbəqəni isə təhqir edir. Deməli, təzad var xüsusiyyətində. İkisi də mənfi xüsusiyyətdir, amma təzadlı xüsusiyyətdir. C-yə baxırıq. Əsərin aid olduğu janr nəzmlə də yazıla bilər. Bu da doğrudur. Hekayə janrı nəzmlə də yazıla bilir. Satirik gülüşdən istifadə olunub. Bu doğru fikirdir. Satirik gülüş var. Əsər naçalnikin arvadının ad gününə pristavın gəlməsi xəbəri ilə başlayır. Əsər pristavın arvadının ad gününə naçalnikin gəlməsi ilə başlayır. Y variantı yanlışdır. 7-ci suala baxaq. Müxəmməs janrı haqqında yanlış fikri seçin. Hər bəndi 5 misaldan ibarətdir, doğrudur. Bəndlərin son misallarının bir-biri ilə qafiyələnməsi vacibdir. Bəli, bütün bəndlərin son misalları bir-biri ilə həm qafiyə olmalıdır. Bəzi xüsusiyyətləri təxmislə oxşardır. Bu da doğrudur. İkisi də beşlik şəklindədir. İkisi də əruz vəzində yazıla bilər. Yalnız əruz vəznində rast gəlinir. Bu yanlışdır. Heca vəzinli müxəmməslər də var ki, onlarda hecaların deməli uzun qısalığı yox, sadəcə bərabərliyi əsasdır. 15-16 hecalı misallardan ibarət olur. Aşıq yaradıcılığında da istifadə olunan janrdır. Müxəmməs doğru fikirdir bu da. Demək, yanlış fikir D variantı. 8-ci suala baxaq. Doğru fikri seçin. Həzəc, rəməl, müctəz bəhirləri ədəbiyyatımızda ən geniş yayılmış bəhirlərdir. Bu səhvdir. Müctəz bəhri az istifadə olunan bəhirlərdir. Həzəc və rəməl isə doğrudur. Ona görə A variantı tam düzgün deyil. Sərbəst şeirin ahəng tarazlığı rədif və qafiyə ilə təmin edilir. Bu da yanlışdır. Sərbəst şeirin ahəng tarazlığı vurğu və intonasiya ilə təmin edilir. Sığmazam qəzəli rəcəz bəhrindədir. Bu doğrudur. Sərbəst şeirdə əruz vəzninin təsiri duyulur. Əruzun yox, heca vəzninin təsiri duyulur. Nəzmlə yazılan səhnələşdirilmiş əsərlər lezedram adlanır. Lezedram səhnələşdirmə üçün nəzərdə tutulmayan əsərlərdir. Səhnə üçün yazılmayan dramlara lezedram deyilir. Bu da yanlışdır. Cavab C variantı. 9-cu suala baxaq. Səsli qız poemasına aid doğru fikir hansıdır? Əsər nəzmlə nəsrin vəhdətindən ibarətdir. Nəzmlə yazılıb, nəsr yoxdur. Şair səsli qızdan susmamasını istəyir. Bu doğru fikirdir. Poema janrında yazılmış əsərin daxilində lirik ricətə yer verilməmişdir. Bu səhvdir. Yer verilib, Saranın dilindən bağlar rədifli şeir səsləndirilir. Bu da yanlışdır demək. Ölkədə ağlamağın da, gülməyin də yasaq olduğu bildirilir. Ağlamağın yasaq olduğu bildirilir, amma gülmək yasaq edilmir. Əksinə xalq matəm içində olsa da gülməyə məcbur edilir. Demək, D də yanlışdır. Müəllif Saraya oxumaq əmrini verir. Müəllif Saraya oxumaq əmrini vermir. Saraya oxumaq əmrini Qalib Şah verir. Müəllifin dilinə deyil, Qalib Şah verir bunu. Demək, B variantı doğru oldu. 10-cu suala baxaq. Qaytar mənim qüdrətimi Azərbaycan şeiri ilə bağlı hansı fikir yanlışdır? Lirik qəhrəman sonda şərin qələbə qazanacağına inandığı üçün təəssüf hissi keçirir. Şərin yox, sonda xeyrin qələbə qazanacağına inanır və bununla bağlı təəssüfü yoxdur. Müəllifin təəssüfü xalqımızın başına gətirilən, düşmənlər tərəfindən törədilən faciələrlə bağlı idi. Sonda xeyrin qələbə qazanacağına isə ümid var. A yanlış fikirdir, elə cavab olaraq A-nı götürürük. Şeirdə Xocalı faciəsi anılır, doğrudur. Nankör düşmənlərin törətdiyi vəhşiliklər pislənir. Bu da doğrudur.
Şair özünü Həzrət Əli qılıncına bənzədir. Bu da doğrudur. Türk olması ilə fəxr edən müəllif vətənini ot torpağı adlandırır. Bu da var. Odər yurdu, ot torpağı deyə müraciət vətənə var. Bu da doğru cavabdır. Səhv cavab A variantı olur. 10 sualın izahı bu qədər. Bu videodan həm MİQ-ə, həm sertifikasiyaya hazırlaşan müəllimlər, eyni zamanda abituriyentlər də faydalana bilər. Bu qədər. Növbəti izahlarda görüşərik.